Uşaqlarda boy qısalığı dedikdə, nədənsə valideynlərin 90%-i birbaşa hormonlarla müalicəni, hormonları düşünür, lakin böyümənin biokimyası tək hormonlarla bitmir. Belə ki, bədəndə bir çox mikroelementlər, vitaminlər vardır ki, bunların normal səviyyədə olması böyümə hormonunun normal ifrazı üçün, böyümə hormonunun təsirlə əmələ gələn IGF-1-in sümüklərə təsir göstərib sümüyün uzunluğuna böyüməsini təmin etməsi üçün olduqca vacibdir. Belə ki, günlük təcrübəmizdə çox tez-tez görürük ki, ferritinin dəyəri aşağı olduqda, 20-dən az olduqda, B12 səviyyəsi az olduqda, sink yetərli olmadıqda, bu da böyüməyə öz mənfi təsirini göstərir. Böyümə hormonu normal ifraz olunsa belə, IGF-1-in səviyyəsi aşağı olur. Belə təqdirdə biz birbaşa hormonlarla müalicə başlamadan ilk növbədə həmin bu çatışmayan mikroelementlərin, vitaminlərinin bərpasına aparırıq. Və çox vaxtda həqiqətən də görürük ki, bunlar tam normal səviyyəyə gəldikdə uşağın boy artımı, böyüməsi çox intensiv gedir. Bu səbəbdən də boy qısalığı ilə müraciətlərdə hormonların səviyyəsini yoxlamamışdan öncə bədənin mikroelement, vitamin balansı haqqında bir məlumat əldə etmək olduqca önəmlidir.